Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Sual olunur ki, Risalədə keçən ehtiyat vacib və ehtiyat müstəhəbbin fərqi nədir? Ehtiyat vacib və yaxud ehtiyat lazım hər iki cür yazılır. Aralarında heç bir fərq yoxdur. Sadəcə mövzu etibarilə bəzən ehtiyat lazım, bəzən də ehtiyat vacib olaraq keçir. Hər ikisinin mənası eynidir. Bəs bu ehtiyat vacibdə, ehtiyat lazımda mükəlləf nə etməlidir? Mükəlləf ixtiyar sahibidir. Yəni müqəllid ixtiyar sahibidir. Fəqihin dediyi bu ehtiyat vacibə, ehtiyat lazıma ya əməl etməlidir, ya da başqa bir fəqihə udul etməlidir o məsələdə. Udul yəni keçmək. Amma ələm, fəl-ələm qaydasına riayət etməklə. İnşallah bunu da başqa bir videoda izah edərik ətraflı şəkildə. Amma ehtiyat müstəhəb nə deməkdir? Ehtiyat müstəhəb budur ki, mükəlləf bu ehtiyat müstəhəbbi tərk edə bilər. Ehtiyat müstəhəbbə əməl etmək vacib deyil. Etsə yaxşı olar, amma etməsə də bir günahı yoxdur. Burada keçən müstəhəb sözü bizim bildiyimiz müstəhəb olan əməl anlamında deyil. Sadəcə bu müstəhəb sözü ona görə bu ehtiyatın yanında qeyd olunub ki, ehtiyat vacibdən və ehtiyat lazımdan fərqlənsin. Mükəlləf ayırt edə bilsin ki, bu vacib və lazım olan ehtiyatdan deyil. Nəinki ehtiyat müstəhəb bu mənadadır ki, bu müstəhəb bir əməldir, xeyr. Yəni o əməldə müctəhid demək istəyir ki, bir ehtiyat var, amma vacib olan ehtiyat deyil. Bu ehtiyatı tərk etmək də olar. Amma ehtiyat vacib və ehtiyat lazımda bunun əksidir. Ehtiyat vacibi gərək mükəlləf tərk etməsin, ya əməl eləsin, ya da udul eləsin başqa bir müctəhidə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.